Salam hörmətli abituriyentlər, hər vaxtınız xeyir olsun. Bizim bugünkü mövzumuz inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrlə bağlı olacaqdır. Dünyada bildiyimiz kimi ölkələrin inkişaf səviyyəsi fərqlidir. Bəzilərində ölkələr daha yaxşı inkişaf edib, yəni ümumdaxili məhsulun adam başına düşən miqdarı çoxdur, təhsil səviyyəsi yüksəkdir, insanların həyat səviyyəsi daha yaxşıdır, emal sektoru daha yaxşı inkişaf edib, amma digər ölkələrdə təbii ki, bəzilərində ümumdaxili məhsulun miqdarı az ola bilər, həyat səviyyəsi zəif ola bilər, təhsil səviyyəsi aşağı ola bilər və s. Yəni, bir neçə amilə görə biz inkişaf etmiş ölkələrlə inkişaf etməkdə olan ölkələri fərqləndirə bilərik. İlk öncə inkişaf etmiş ölkələr haqqında biz danışsaq, baxın, inkişaf etmiş ölkələri biz bu siyahıda görə bilərik. Gördüyümüz kimi bir neçə qrupa bölünür. Böyük yeddilik, Qərbi Avropada olan ölkələr, köçürmə kapitalist ölkələri, Qərbi Avropanın orta inkişaf səviyyəsində aid olan ölkələr və qrupa yeni daxil olan ölkələr. İndi biz diqqət yetirsək, gəlin görək ölkələri biz niyə görə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrə ayırırıq. Deməli, yadda saxlayın ki, inkişaf etmiş ölkələrin birinci əsas xüsusiyyəti ümumi daxili məhsulun adam başına düşən miqdarı çoxdur. Yəni, bu ölkələrdə adam başına düşən ümumdaxili məhsulun miqdarı 20-30 min ABŞ dolları həcmindədir təqribən. Yəni, ümumdaxili məhsulun adam başına düşən payı daha çoxdur. Birinci əsas məsələ. İkinci əsas məsələ, bu ölkələrdə mineral xammal ehtiyatları aşağıdır. Yəni, bu ölkələrin təbii sərvətlərlə təminatı daha zəifdir. Lakin bəzi ölkələr təbii ki, istisnadır. Avstraliya, Cənubi Afrika Respublikası, Kanada, Amerika Birləşmiş Ştatları. Yəni, bu ölkələr inkişaf etmiş ölkələr olsalar da, bu ölkələrin mineral ehtiyatları da kifayət qədər var. Daha sonra inkişaf etmiş ölkələrdə çox sahəli sənaye sahələri, xüsusən emal edici sənaye özünü göstərir. Yəni, bu ölkələrdə təbii sərvətlər az olduğu üçün hasilat demək olar ki, çox az aşağıdır. Əsas bu ölkələrdə emal sənayesi daha yüksəkdir. Yəni, digər inkişaf etməkdə olan ölkələrdən hazır xam malı alırlar və ondan yeni bir məhsullar emal edirlər. Məsələn, hər hansı bir maşın qayırma məhsulları və yaxud da hər hansı bir digər məhsulları istehsal edərək digər ölkələrə satış edirlər, yəni ixrac edirlər. Ona görə yadda saxlayaq ki, bu ölkələrdə hasilat yox, əsasən emal sektoru daha yaxşı inkişaf etmişdir. Yadda saxlayaq ki, bu ölkələrdə polisentrik təsərrüfat sahəsi özünü göstərir. Yəni, bu kimi ölkələrdə təkcə paytaxt yox, həmçinin ölkənin digər böyük şəhərləri mövcuddur və bu ölkələrin, yəni bu şəhərlərin hər birində inkişaf yaxşıdır, iş yerləri çoxdur və belə deyək, insanlar çox qeyri-bərabər paylanmır. Bütün şəhərlərdə iş yerləri çox olduğu üçün yaşayış da çox olur. Və yenə deyirəm, təkcə ölkənin bir şəhəri yox, digər şəhərləri də inkişaf etmiş olur. Yəni, böyük, iri sənaye ölkələr, şəhərləri mövcud olur. Daha sonra yadda saxlayaq ki, inkişaf etmiş ölkələrdə əhali artımının birinci tipi mövcuddur. Təbii ki, burada bir dənə Cənubi Afrika Respublikasının çıxmaq şərti ilə. Yəni ki, bu ölkələrdə əhalinin təbii artımı aşağıdır, doğulanların sayı azdır, əhali daha aşağı sürətlə artır. Buna biz əhali mövzusunda daha ətraflı toxunacağıq. Hətta bəzi ölkələrdə əhalinin azalması gedir. Məsələn, Yaponiya, biz bu ölkələrə nümunə göstərə bilərik ki, baxın, bu ölkədə əhalinin sayı azalmağa doğru gedir və buna nümunə olaraq başqa Avropa ölkələrində də hətta azalmaya doğru gedən var. Yəni, təbii artım çox aşağıdır. Əhalinin təbii artımının birinci tipi hakimdir. Daha sonra kənd təsərrüfatında daha çox heyvandarlıq yaxşı inkişaf edib, yadda saxlayaq. Yəni, inkişaf etmiş ölkələrdə kənd təsərrüfatında heyvandarlıq daha çox üstündür. Lakin istisnalar var. Məsələn, biz Portuqaliyanın, İspaniyanın, İtaliyanın və yaxud da Yaponiyanın əkinçiliyin daha üstün olduğu görə bilərik. Çünki bu ərazilərdə kənd təsərrüfatında əkinçilik üçün çox böyük belə deyək, şərait olduğu üçün bu ölkələrdə, yəni Cənubi Avropa ölkələri, həmçinin Yaponiyada biz görə bilərik ki, bunlarda daha çox əkinçilik yaxşı inkişaf etmişdir heyvandarlığa nisbətən. Bu ölkələr həmçinin əmək miqrasiyaları ölkələridir. Yəni bu ölkələrdə
iş yerləri çox olduğu üçün, həyat səviyyəsi yüksək olduğu üçün bu ərazilərə axın çoxdur. Xüsusən işləmək məqsədi ilə digər inkişaf etməkdə olan ölkələrdən, Asiyadan, Afrikadan və digər bölgələrdən, yəni inkişaf etmiş ölkələrə axın olur. Sırf işləmək məqsədi ilə və daha yaxşı həyat belə də yaşamaq məqsədi ilə bu ölkələrə köçürlər. Yəni belə deyək, bu ölkələr əmək miqrasiyası ölkələrdir. Həmçinin inkişaf etməkdə olan ölkələrdən də neft ixrac edən ərəb ölkələri, Səudiyyə Ərəbistanı, Oman, Birləşmiş Ərəb Əmirliyi, Küveyt, Qətər kimi ölkələr də əmək miqrasiyası ölkələrdir. Çünki burada neft sənayesi daha yaxşı inkişaf edib və digər qonşu ölkələrdən bura işləmək məqsədi ilə köçürlər. Deməli, inkişaf etmiş ölkələrdən Yaponiyadır, Cənubi Koreyadır. Bunları çox da miqrant qəbul etmirlər. Amma Avropa ölkələri, Amerika, Kanada, həmçinin inkişaf etməkdə olan ölkələrdən isə ərəb ölkələri əmək miqrasiyası, yəni əraziləri hesab olunur. Bura kənardan işçi qüvvələri axın edir. Deməli, inkişaf etmiş ölkələrdə urbanizasiya səviyyəsi yüksəkdir. Yəni şəhər əhalisi, yəni əhalinin böyük əksəriyyəti şəhərlərdə yaşayır. Həyat səviyyələri üstün olur və ekoloji vəziyyətdə nisbətən daha yaxşı, daha sabit olur. Biz inkişaf etmiş ölkələri bir neçə qrupa bölə bilərik. Bu qrupdan ən birincisi, yadda saxlayaq ki, gəlir böyük yeddilik. Böyük yeddilik. Baxın, demək böyük yeddilik biz hansı ölkələrə deyəcəyik? Bu ölkələr yüksək, yəni iqtisadiyyatda daha yüksək səviyyədə inkişaf edib, dünyanın ümumi və sənaye məhsullarının 40%-dən çoxu. Yəni bəzi mənbələrdə qeyd olunur ki, 49-50%-ə qədəri bu ölkələrin payına düşür. Deməli, bu ölkələrə hansı ölkələrə aiddir? Bu ölkələrə aiddir, yəni böyük yeddiliyə aiddir. Amerika Birləşmiş Ştatları, aiddir Kanada, aiddir Böyük Britaniya, Almaniya, Fransa, İtaliya və Yaponiya. Deməli, bir daha qeyd edirəm. Amerika Birləşmiş Ştatları, Kanada, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya və Yaponiya. Yadda saxlayaq ki, bu ölkələr inkişaf etmiş ölkələrin böyük yeddilik qrupuna aiddir. Daha sonra biz nümunə göstərə bilərik Qərbi Avropanın digər, yəni inkişaf etmiş ölkələri. Bu ölkələrə biz aid edə bilərik Norveç, İsveç, Finlandiya, Danimarka, Niderland, Belçika, İsveçrə, Avstriya, həmçinin Avropada yerləşən kiçik ölkələr Vatikan, San Marino, Monaco, Andorra, Malta, Liechtenstein, Lüksemburg kimi ölkələr, bunlar Qərbi Avropanın digər inkişaf edilmiş ölkələridir. Demək, bu ölkələrdə də yüksək texnologiya, yəni inkişafını görə bilərik. Həmçinin turizm, xidmət sektoru çox yüksək səviyyədə inkişaf etmişdir və ölkənin əsas gəlirləri əsasən qeyri-istehsal sahələrinə, xüsusən turizmdən, bank sektorlarından və s. formalaşmışdır. Deməli, digər ölkələr qrupuna Avropanın orta səviyyədə inkişaf etmiş ölkələri, yəni bu ölkələr inkişaf səviyyəsinə görə digər Avropa ölkələrindən nisbətən geri qalırlar. Yəni bu demək deyil ki, bu ölkələrdə inkişaf azdır, lakin yəni daha yüksək səviyyədə inkişaf etmiş ölkələrdən, Yaponiyadan, ABŞ-dan, Kanadadan və yaxud da Avropanın daha nəhəng, daha yaxşı inkişaf etmiş ölkələrinə nisbətən, onlara nisbətən inkişaf səviyyələri orta səviyyədədir. Biz bu ölkələrə deməli nümunə göstərə bilərik. Portuqaliya, İspaniya, Yunanistan və İrlandiya. Demək, bir daha qeyd edək. Deməli, İspaniya, Portuqaliya, Yunanistan, İrlandiya kimi ölkələr inkişaf etməkdə olan ölkələrin, deməli, daha doğrusu inkişaf etmiş ölkələrin orta səviyyəli inkişaf səviyyəsinə malik olan ölkələrdir. Daha sonra biz danışa bilərik ki, köçürmə kapitalist ölkələrdən, digər qrupu demək olacaq köçürmə kapitalist ölkələr. Biz bu ölkələrə niyə görə köçürmə kapitalist ölkələri deyəcəyik? İsraili çıxmaq şərti ilə qalanları Böyük Britaniyanın müstəmləkələri olmuşdur və bu ölkələr, yəni Böyük Britaniyadan köçüb gələn əhalinin hesabına, yəni metropoliyalardan gələnlərin hesabına formalaşmışdır və bu ölkələrin iqtisadiyyatının, belə deyək də, bu ölkələrə köçürülməsi, tətbiqi nəticəsində təsərrüfat sisteminin
bura köçürülməsi tətbiqi nəticəsində bu ölkələrdə inkişaf etmişdir. Yenə deyirəm, bu İsrail istisna olmaqla yerdə qalan digər ölkələr, məsələn Avstraliya, Yeni Zelandiya, Cənubi Afrika Respublikası, həmçinin Kanada kimi ölkələr yadda saxlayaq ki, bir də İsrail. Baxın, bu ölkələr köçürmə kapitali ölkələrdir. Yenə deyirəm, bu ölkələrdən yalnız İsrail Böyük Britaniyanın müstəmləkəsi olmamışdır, amma yerdə qalan digər ölkələr Böyük Britaniyanın müstəmləkəsi olmuş və buradan belə də köçüb gələn insanların təsiri ilə, həmçinin Böyük Britaniyanın təsərrüfat sisteminin bura köçürülməsi nəticəsində bu ölkələr inkişaf etdiyi üçün biz bunlara köçürmə kapitalist ölkələr deyirik. Və ən nəhayət inkişaf etmiş ölkələrin digər bir qrupu bu qrupa yeni qoşulmuş ölkələrdir. Bu ölkələrə biz nümunə göstərə bilərik Cənubi Koreyanı, nümunə göstərə bilərik Singapuru, nümunə göstərə bilərik Kipri. Yəni bu ölkələr yadda saxlayaq ki, yeni inkişaf etmişdir və inkişaf səviyyələri çox sürətlə gedir. Həm sənaye sahələri, həm digər xidmət sektorları yüksək səviyyədə inkişaf etmişdir. Deməli, biz inkişaf etmiş ölkələrə keçid etsək, əlbəttə ki, inkişaf etmiş ölkələr də bir neçə qruplara bölünür. Biz bu qruplara əsas ölkələr qrupu, neft ixrac edən ölkələr qrupu, klassik ölkələr qrupu, yeni sənaye ölkələri, keçid dövründə olan ölkələr, həmçinin kasıb ölkələr kimi qruplaşdıra bilərik. Bəs gəlin görək ölkələri, biz inkişaf etməkdə olan ölkələrə aid biz hansı xüsusiyyətləri görə bilərik? Gəlin görək inkişaf etməkdə olan ölkələrin hansı xüsusiyyətləri var. Deməli, inkişaf etməkdə olan ölkələrin əksəriyyətində yəni ümumdaxili məhsulun adam başına düşən miqdarı nisbətən daha aşağıdır. Təbii ki, bu hamısına aid deyil. Məsələn, neft ixrac edən ərəb ölkələrində bu səviyyə çox yüksəkdir. Amma ümumilikdə götürdükdə ümumdaxili məhsulun miqdarı əsasən əksəriyyətində nisbətən daha aşağıdır. Daha sonra bu ölkələr əsasən təbii sərvətlərlə daha yaxşı təmin olunublar. Ona görə bu ölkələr əsasən hasilat ölkələrdir. Yəni bunlar çox da dünya bazarına hazır məhsul ixrac etmirlər. Yəni emal sənayeləri o qədər də yaxşı inkişaf etməyib. Ona görə yaxşı yadda saxlayaq ki, bunların əksəriyyətində təbii ki, hamısına aid deyil. Hasilat emaldan daha yüksəkdir və bunlar əsasən digər ölkələrə, xüsusən inkişaf etmiş ölkələrə xam mal ixrac edirlər. Həmçinin bu ölkələrdə daha çox kənd təsərrüfatı, yüngül və yeyinti sənayesi inkişaf etmişdir. Həmçinin əkinçiliyin, yəni belə deyim sizə, kənd təsərrüfatında əkinçilik daha yaxşı inkişaf etmişdir. Biz dedik, inkişaf etmiş ölkələrdə heyvandarlıq idi. İnkişaf etməkdə olan ölkələrdə isə əkinçilik daha yaxşı inkişaf etmişdir. Amma əlbəttə ki, əkinçilik bütün ölkələrdə mümkün olmaya bilər. Məsələn, dağlıq ərazilərdə, səhralıqda və yaxud da aqroiqlim ehtiyatları zəif olan ərazilərdə heyvandarlıq təbii ki, özünü daha çox göstərəcək. Məsələn, biz burada Monqolistan, Qırğızistan, Tacikistan, Əfqanistan, Nepal və yaxud da səhralıq ərazilərdə yerləşən Əlcəzair, Liviya, Misir kimi ölkələrdə əlbəttə ki, əkinçiliyin o qədər də yaxşı inkişaf etdiyini deyə bilmərik. Yəni, bunlarda daha çox yenə də heyvandarlıq daha aparıcı sahə olacaqdır. İnkişaf etmiş ölkələrdən fərqli olaraq bu ölkələrdə monosentrik təsərrüfat sahəsi özünü göstərir. Yəni ki, əsasən tək mərkəzlidir. Əsasən inkişaf edən ölkənin mərkəzi paytaxtda olur. Amma digər şəhərlər yəni o qədər də inkişaf etmiş olmur. Çox da böyük sənaye şəhərləri mövcud olmur. Deməli, bu ölkələrdə urbanizasiya daha zəifdir. Yəni, əhalinin əsas hissəsi kəndlərdə yaşayır. Lakin təbii ki, bu ölkələrdə istisna var. Məsələn, Şərqi Avropa ölkələrini və yaxud da Latin Amerika ölkələrinin əksəriyyətini, həmçinin neft ixrac edən ərəb ölkələrini nümunə göstərə bilərik ki, bunlar inkişaf etməkdə olan ölkələr olsa da, bu ölkələrdə urbanizasiya yüksəkdir. Deməli, həmçinin bu ölkələrdə əhalinin təbii artımının ikinci tipi mövcuddur.
əksəriyyətində, xüsusən Asiya ölkələrində, Afrika, Latin Amerikası ölkələrinin əksəriyyətində deməli əhalinin təbii artımının ikinci tipidir. Təbii ki, biz bunlara istisna olaraq Şərqi Avropa ölkələri nümunə göstərə bilərik ki, bunlar tutaq ki, Polşadır, Varşavadır, üzr istəyirəm, Çexiyadır, Slovakiyadır və s. Yəni Şərqi Avropada yerləşən ölkələrin hər biri inkişaf etməkdə olan ölkələr olsa da, bunlarda təbii artımın birinci tipi özünü göstərir. Həmçinin Rusiya, Çin, Azərbaycan, Qazaxıstan, Ermənistan, Gürcüstan, baxın, bu ölkələr inkişaf etməkdə olan ölkələr olsa da, əhalinin təbii artımının birinci tipi mövcuddur. Amma digər yerdə qalan inkişaf etməkdə olan ölkələrin əksəriyyətində əhalinin təbii artımının ikinci tipi mövcuddur. Yəni burada əhali daha sürətlə artır və bəzilərində hətta demografik partlayış baş verir ki, bununla bağlı qarşıdakı dərslərdə daha ətraflı öyrənəcəyik. Bu ölkələrin əksəriyyətində təbii artım çox olduğu üçün, iş yerləri az olduğu üçün bu ölkələrdən digər ölkələrə köçüb gedirlər. Yəni bu ölkələrdə emiqrasiya, ölkədən gedənlərin sayı daha çoxdur. Həmçinin ekoloji vəziyyətləri də əksər ölkələrdə daha gərgin hesab edilir. Bəs gəlin görək biz inkişaf etməkdə olan ölkələri hansı qrupa bölə bilərik? Bunlardan birincisi, yadda saxlayaq, gəlir əsas ölkələr. Bəs gəlin görək əsas inkişaf etməkdə olan ölkələrin əsas ölkələrinə biz hansıları nümunə göstərə bilərik? Bunlara biz aid eləyə bilərik Çini, Hindistanı, Meksikanı, həmçinin Braziliyanı. Demək, bu adını çəkdiyimiz 4 ölkə əsas ölkələrdir, inkişaf etməkdə olan ölkələrin. Yəni, bu ölkələr sənaye sahələri daha yaxşı inkişaf etmişdir, təbii sərvətlərlə daha yaxşı təmin olunmuşlar. Belə deyək, ilk böyük 20-yə daxil olan ölkələr hesab olunurlar. Lakin bu ölkələrdə əhalinin sayı nisbətən daha çox olduğu üçün ümumdaxili məhsulun adam başına düşən həcmi inkişaf etməkdə olan ölkələrlə eyni səviyyədə qalır. Amma qeyd edim ki, yəni bunlarda həm təbii sərvətlər zəngindir, həm sənaye sahələri daha yaxşı inkişaf etmişdir. Xüsusən biz Çini burada nümunə göstərə bilərik ki, Çini dünya emalatxanası adlandırırlar. Yəni burada emal sektoru çox yüksək səviyyədə inkişaf etmişdir. Deməli, ikinci bir qrup biz nümunə göstərə bilərik ki, bu qrupa aiddir YSÖ, yəni yeni sənaye ölkələri. Yeni sənaye ölkələrinə biz xüsusən Cənub-Şərqi Asiya ölkələrindən deyə bilərik İndoneziya, Filippin, Tayland, Malayziya, həmçinin biz Türkiyəni nümunə göstərə bilərik. Latin Amerikası ölkələrindən biz burada deməli Uruqvayı, Argentinanı, Çilini nümunə göstərə bilərik ki, bu ölkələr yeni sənaye ölkələrdir. Biz bunlara niyə görə yeni sənaye ölkələri deyirik? Çünki bu ölkələr inkişaf etməkdə olan ölkələr olmasına baxmayaraq güclü sənaye sahələri var, iqtisadiyyatları nisbətən daha yaxşı inkişaf eləmişdir. Demək, işçi qüvvələrinin bol olması, həmçinin ucuz xam malların olması bu ölkələrdə deməli sənaye sahələrini daha yaxşı inkişaf etdirir və bu ölkələr yəni dünya bazarında müxtəlif emal məhsulları ilə yəni tanınırlar. Yəni ona görə yadda saxlayaq ki, bu ölkələrdə sənaye sahələri inkişaf etməkdə olan ölkələr olsa da inkişaf səviyyələri daha yaxşıdır və sənaye sahələri daha yaxşı inkişaf etmişdir. Növbəti bir qrup biz neft hasil edən ölkələr qrupuna aid edə bilərik ki, bu ölkələrə aiddir Səudiyyə Ərəbistanı, Oman, Birləşmiş Ərəb Əmirliyi, Qətər, Küveyt, Bəhreyn kimi ölkələrə biz bura aid edə bilərik ki, bu ölkələrdə ümumdaxili məhsulun adam başına düşən miqdarı çoxdur. Hətta bəzi inkişaf etmiş ölkələri belə qabaqlayırlar. Amma belə deyək də, yəni bəs bu ölkələrə niyə görə inkişaf etmiş ölkələr deyə bilmərik? Çünki bunların əldə etdiyi gəlirlər əsasən xam mal hesabınadır. Yəni bunlar neft çıxardırlar, xam mal formasında satırlar və ondan əldə etdikləri gəlir nəticəsində bunların ümumdaxili məhsulun adam başına düşən miqdarı çoxdur. Amma emal sektoru, yəni bunlarda daha o qədər də güclü inkişaf etməyib. Əsas bunlar xam mal ölkələridir. Yəni xam mal satırlar, ölkənin iqtisadiyyatı əsasən hasilata söykənir. Deməli, inkişaf etməkdə olan ölkələrin digər bir qrupuna biz keçid dövründə olan ölkələri deyə bilərik. Biz bunlara xüsusən Şərqi Avropada yerləşən ölkələr, məsələn, Polşa, Çexiya, Ukrayna, Belarus, Albaniya, Xorvatiya, Bosniya və Hersegovina və s. Yəni biz Şərqi Avropada nə qədər ölkə görürsə, Latviya, Litva, Estoniya bu kimi ölkələr, həmçinin
Biz bura aid edə bilərik Azərbaycan, Gürcüstan, Ermənistan, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Tacikistan, Qırğızistan, Monqolistan kimi ölkələri və biz bura aid edə bilərik sosialist ölkələr. Yəni sosialist ölkələr dedikdə biz bura aid edə bilərik Laos, aid edə bilərik Vyetnam, aid edə bilərik Şimali Koreya, aid edə bilərik Kuba. Baxın, bu adını çəkdiyimiz ölkələr sosialist ölkələrdir. Həmçinin keçid dövründə olan ölkələrə biz aid edə biləcəyik. Biz bunlara niyə görə keçid dövründə olan ölkələr deyirik? Çünki bu ölkələrin əksəriyyəti son vaxtlar müstəqillik əldə etmiş, digərləri isə siyasi sistemi dəyişmişdir. Ona görə biz bu ölkələrə keçid dövründə olan ölkələr kimi qeyd edirik. Daha sonra biz nümunə göstərə bilərik klassik ölkələr. Bu ölkələr xüsusən Asiyada, Afrikada, Latın Amerikasında rast gələ bilərik. Bu ölkələrdə tayfalar arası münaqişələr, epidemiyalar bu ölkələrin əsasən inkişafının zəifləməsinə səbəb olmuşdur. Bir də gəlir ən son lap kasıb ölkələr, ən kasıb ölkələr, ən geri qalmış ölkələr. Məsələn, biz bu ölkələrə nümunə göstərə bilərik Bangladeş, nümunə göstərə bilərik Əfqanistan, nə bilim Haiti ölkəsini, sonra Myanma, həmçinin Afrikanın Mərkəzi Afrika Respublikası, Burkina Faso, Somali kimi ölkələr, yəni həddən artıq bu ölkələr kasıb ölkələrdir və bu ölkələrdə hətta bəzilərində biz azlığı da görə bilərik və yəni bu ölkələr həddən artıq aşağıda, həm ümumdaxili məhsulun səviyyəsi çox aşağıdır, həmçinin bəzilərində azlıq da hökm sürür ki, yəni bu ölkələr həddən artıq kasıb ölkələr hesab edilir.